O maşın bir də görsənir, pir boya düşür, düzəldir bir dənə. Onlar nədir? Kollektorun içindəki naqarlar damısı qopur, gedir klapanın arasına, bir müddət pir boya işləyir, sonra təmizlənir, düzəlir. 150-200 mindən sonra bax, dizel Hyundai Kia'nın sef başmağı uzanır və dəyişmək lazım olur ki, 100 mində rahat sürəsən də, çünki az pul vermirsən. Buna da bizim servisdə 100 min zəmanət veririk rəsmi şəkildə. Sabahsı gün qırılsa, səs eləsən, nə olsa, yəni biz ona cavabdehlik daşıyırıq, gətirsən təmənnasız şəkildə dəyişib veririk. Sef başmaq da buradadır, bax, görsən, yaxından çək. Yağlanma bax, kanalları, deşiləri, metkası, yəni idealdır və onu da deyim ki, hər Hyundai Kia qutusunda olan, bu qutuda olan sef başmaq və yoxud hansısa bir detal orijinal sayılmır. Onların da A-klası var, paddelkası var, yəni hər cürünə gəlir də. Sef başmaq var, 150 manata gətirirlər komplektin bura. Amma yəni onlar işləmir. Ki biz də bu boyda iş görürük, zəmanət veririksə və neçə ildir bu işi görürük, yəni bilənlər bilir də. Təbii ki, bilirik ki, hansı orijinaldır, hansı firmadır. Bax, üst prokladkası, farsunka şaybası, qabaq sandiqi hamısı dəyişiləcək. Bir dənə səliqə təmizliyə bax, bax, qabaq krışqaya bax, görürsünüz. Təmizlənir, orijinal germetka ilə. Bütün işlərdə idealdır, yəni zavod kimi. Gət motorun için çək. Bax, görürsən, söküldüsə, bu cürünə tərtəmiz təmizlənməlidir. Və hava sistemi təmizlənir. Hava sisteminə də nələr daxildir? İndi sep yığılandan sonra bura ayrı dərmanla yuyulur deyə. O motorun içinə ləkəsi düşməsin deyə. Sef başmaq yığılandan sonra bu hissəsi də tərtəmiz təmizlənəcək. Hansı ki, bu maşında təmizləmişik, gətir bura. Bax, necə ki, bu maşında təmizlənib, bax, klapanların yerinə bax. Ora təmiz olmalıdır ki, xırda bir qurum olanda orada, hamısı gedir klapanların ağzına. O maşın bir də görsənir, pir boya düşür, düzəldir bir dənə. Onlar nədir? Kollektorun içindəki naqarlar damısı qopur, gedir klapanın arasına, bir müddət pir boya işləyir, sonra təmizlənir, düzəlir. Necə ki, həmən o xırda pir boya ki var, o naqarlardan ora çox gedir. Gedir sajvını doldurur, nəticədə nə olur? 1000 manat, 1500 manat verib ya sajvı yığdırmalısan, ya da ki, ləğv elətdirməsən, çünki problem başlayır. Onun üçün hava sistemin vaxtı-vaxtında, yəni ən tez şəkildə 50 mində təmizlənməlidir. Və sef başmaq da səs elədirsə, mütləq dəyişməlisən, çünki havalar qızır. Havalar isti olanda da, yəni bilirsiniz ki, yağı temperaturu çoxaldıqca durulur. Durulanda da, gətir göstərim. Bu natiki telki var, sepi sıxmaq üçündür. Yağ da normadan çox durulanda dibindən sızır. Sepi sıxa bilmir, köhnə sepdir də, təbii ki, 80 min, 100 min, 150 min getmişdir. Həm oradan təzyiq itir, motora yağ təzyiqi zəif gedir. Həm də ki, sepi sıxa bilmədiyindən başmağın yiyintiləridir. Ondan sonra bütün storeşkası hamısı gedir motorun içinə. Sabahsı gün böyük fəsadlar törədə bilər. Onun üçün vaxtında bu işlər hamısı görülməlidir. Bizim servisdə bütün işlərə zəmanət verilir. Hava sistemidir. Misal üçün, peşdə təmizlənir, idealda təzə kimi olur. Yəni ona söz ola bilməz. Hava sistemi